Boğazı qıcıqlanan insanlar, öskürəkdən gecə yata bilməyənlər, qonaq gedə bilməyənlər, qapalı məkanda otura bilməyənlər, boğaz ağrılarından əziyyət çəkənlər. Mənə diqqətlə qulaq asın, ekrandakı da ürəyi zəhmət olmasa qızardım. Bildiyimiz kimi bu saydığım problemlər xüsusən də bu mövsümdə geniş yayılıb və müalicəsi antihistaminlərlə aparılır. Amma müalicə dövründə qıcığı, ağrını azaltmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Söhbət boğaz sümürmələrindən gedir. Müxtəlif dadda, müxtəlif adda apteklərdə əlçatandır. Mənim sizə tövsiyə etdiyim Septomax'dır. Niye Septomax? Çünkü Septomax'ın tərkibində benzokain var və istifadə edildiği zaman ağrını, qıcığı anında götürür. Müxtəlif dadda dadlandırıcı, yəni müxtəlif meyvə dadlarında apteklərdə əlçatandır. İstifadəsi həm uşaqların, həm də böyüklərin istifadəsinə uyğundur. Apteklərdən rahatlıqla əldə edə bilərsiniz. Olmasa belə əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçünsə profilin üzərindəki üstəgələ işarəsi qoymuşam. Ona toxunun ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla hər zaman sağlam qalasınız.